Xeyr xanım. Bugün sənlə indi dərsə başlayırıq. Şəhərdə arxa sürmə dərsimizi. Maşın iş dəfəsidir hal-hazırda. Drive rejiminə qoyacağıq. Drive rejiminə ayaq turumuzda. İndi hər şeydə başlamışdan qabaq nə etmək lazım? Birinci sağ düzgəyə baxmalısan. Baxmayaraq ki, qanun 2-ci maddənin 1-ci bəndi bizə tələb edir ki, müvafiq istiqamətə bax. Çünki avtomobildə görsən bizim arxa tərəfimizdən gəlir, solumuzdan gəlir, düzdür? Sağdan gələn yoxdur. Biz sol düzgəyə baxmalı, sol dönmüşün yanında hər şeydə başlamalıyıq, düzdür? Bunu qanun deyir. Bir də var yazılmamış qanunlar. Mən deyirəm ki, birinci sağ düzgəyə bax. Olar ki, birdən kimsə söykənər avtomobilimizə, baxdıq, söykənən yoxdur. Sonra baxmalıyıq orta düzgəyə. Orta düzgədə baxın, ola bilsin maşının arxasına kimsə söykənər. Maşında görsən, bugünkü dünya inkişaf edir, elektromobil maşınlardır, motorxananın səsi gəlmir. İnsan da söykənər dincini alar arxada və biz sürərik, o da hiss eləməz, yıxılar, sən də bilməsin, Allah eləməsin, faciə baş verər. Deməli, birinci baxdıq, əgər hər kəsin sağına dayanmışsa, sola doğru gedəcəksə, birinci baxırıq sağ güzgümüzə, sonra orta güzgüyə, sonra sol güzgüyə bax. Sol dönmüşünü yandır. Asta-asta maşını bırax, indi çıx. Ay maşallah. Keç kənar solculuğa. El açıb. Özünüzü necə seyirsiniz? Yaxşı olmadı ki. Sürətimizdən azaldaq biraz. Baxmayaraq ki, qarşıda yaşıl işıq yanır. Uzağa geniş baxdıq və gördük ki, sıxlıq var bir balaca. Avtomobillər dayanıb və biz də sürətimizi azaltdıq. Yəni, axının orta sürətinə uyğun sürməliyik. Oldu mu əzim? Biraz da sürət verək. Yaxşıdır. Bax, maşın çıxa bilər sənin qabağına. Ehtiyatını saxla, çıxmadı. Sağa çox yaxın sürsən, biraz sola götür əlini. Qorxma, sol düzgəyə bax, baydurun nə qədər məsafən var. Görürsən, çoxdur. Yavaş-yavaş, biraz sola çək. Çək sola get, narahat olma. Tezcəsə, narahat olma. Aha, yaşasan. Buradan bir dənə U dönüş eləyək, yəni geri dönmə əməliyyat eləyək. Sonra çəkiş dayandıracam. Sol dönüşümüzü yandırdıq. Azad sürətindən. Bax, solumuzdakı ayrıcı zolaqdır. Avtomobilimizin ortası ayrıcı zolaq keçəndə sükana axır kimi çevrilməlisən sola. Lakin qabaqda piyada keçisi var. Qanun deyir ki, piyada keçisinin üzərindən geri dönmək qadağandır. Piyada keçisinin üzərində geriyə hərəkət qadağandır. Ona görə də maşının piyada keçisini keçməlidir. Ən azından ön təkərlər keçsin, sonra başa döndürmək oldu. Biraz çox keçsən, dönməyə başlasın, arxadakı maşın sürücüsü qaydadan bilinməz, səni başa düşməz, o da dönər eyni vaxtda qəza baş verər. Bax, gəl, tələsmirik, platformumuzu buraxın, döndər indi, bax, maşın önü keçdi, döndər, axıra kimi döndər, afərin, çox qaz vermə, düş zolağa, əlini qaytar. Ay, yaşa, əlaçı, uğurlar olsun. Keç bir zola sola. Mən indi çəkiliş dayandırıram, amma dərsimiz davam edir.